Herkese salam. Bu videoda sizlerle birlikte 2025-ci ildə 9-cu siniflər üzrə keçirilmiş məktəb turu üzrə olimpiada suallarına baxacağıq. Vaxt itirmədən suallarımıza baxaq. Deməli, birinci sualda bizə nə deyir? Başlanğıc anda aralarındakı məsafə 3 km olan iki avtomobil 15 və 10 metr bölü saniyə sürətlə eyni istiqamətdə bərabər sürətlə hərəkət edir. Nə qədər müddət sonra birinci avtomobil ikinciyə çatar? Baxın, belə eləyək. Buranı silirəm. Birinci ikincidən 3 km geridədir, düzdürmü? Deyir ikinci birincidən 3 km qabaqdadır. Gəlin belə eləyək. Birinci burada olsun. İkinci də burada olsun. Deyir nə qədər müddət sonra birinci ikinciyə çatar. Bu sözdən biz bilirik ki, birinci arxada, ikinci qabaqdadır. Aradakı bu məsafə də 3 kilometrdir. Birinci hərəkət edir 15 ilə, ikinci hərəkət edir 10 ilə. İndi deyir ki, birinci ikinciyə çatmalıdır. Birinci ikinciyə çatması üçün bu 3 km məsafəni getməlidir. Əlavə olaraq da verilmiş zaman müddətində ikinci də müəyyən qədər yol gedir. Həm də həmin zaman müddətində ikincinin getdiyi qədər gərək yolu getsin ki, gəlsin ikinciyə çatsın. Onda yazıram. V1T bərabərdir, yəni birincinin getdiyi yol. 3 üstə gəlinsin, yəni 3 km üstə gəlinsin. V2 vurulsun T. Buradan T'ni tapacağıq. Aşağıları silək. Zamanı da bizdən dəqiqə ilə istəyir. Onda gəlin belə eləyək. 15T bərabərdir. 3 km 3000 metrdir. Üstə gəlinsin 10T. 5T bərabərdir 3000-ə. T də bərabərdir 600 saniyəyə. Məndən dəqiqə ilə soruşmur. 600-ü bölürəm 60-a. Eləyir 10 dəqiqə. 2-də deyir ki, sıxlıqları 600 və 1000 olan bir-birinə qarışmayan mayələrin sərhəddində üzən cismin həcminin 25% böyük sıxlıqlı mayenin daxilindədirsə, cismin sıxlığını təyin edin. Baxın, elə bil ki, burada 2 dənə mayedir, sərhəddə də bir dənə cisim var. Deyir, 25% böyük sıxlıqlı. Biz bilirik ki, böyük sıxlıqlı maye daha aşağıda yerləşir. Ona görə bura ρ2-dir, burada ρ1-dir. Bunun aşağıya doğru mg'si var. Yuxarıya doğru isə birincinin və ikincinin arximedləri var. Bu birincinin arximedi, bu da ikincinin arximedi. Deyir ki, üzür. Üzürsə, onda bu mg arximedləri tarazlaşdırır deməli. Arximedlər də eyni istiqamətdədir, toplayacağım. M-in yerinə yazıram ρ cisim, V cisim, J. F arximed 1-in yerinə yazıram ρ1, V batan. V batan da bizdə nə qədərdir? Ümuminin deyir 25% böyükdədir. Bizdə böyük ρ2-dir. Onda deməli kiçiyə düşür 75. 0,75 V cisim J. Üstə gəlinsin ρ2. 0,25 V cisim J. J'lər gedər. İxtisar. V cisimlər də ixtisar gedər. Deməli. Burada qalır nə? Rho cisim bərabərdir. ρ1 vur 0,75. Üstə gəlinsin. ρ2 vurulsun 0,25. Rho cisim bərabərdir. ρ1-imiz 600. 600 vurulsun 0,75. Üstə gəlinsin. 1000 vurulsun 0,25. Bura mənə verəcək 450. Burada verəcək 250. Eləyəcək 700 kilogram bölünsün metrin kubu. Olur Y variantı. 3-də nə deyir? X oxu boyunca düz xətli bərabər sürətlə hərəkət edən cismin koordinat zaman qrafiki aşağıdakı kimi olmuşdur. 8 saniyə müddətində cismin yola görə orta sürətini tap. Yola görə orta sürət və orta bərabərdir. Cismin getdiyi ümumi yolun zamana nisbətidir. Qrafika baxıram. Baxıram ki, cisim 6-dan 12-yə gəlib. Deməli 12 metr yol gedib. Daha doğrusu 6-dan 18-ə gəlib. Deməli 12 metr yol gedib. Sonra 18-dən koordinatı 0-a düşüb. Yəni burada da 18 metr yol gedib. Bir də koordinatı 0 olan nöqtədən -18-ə gedib. Sadəcə burada -18 yox, modulunu nəzərə alacağım. Çünki yol deyir. Yol mənfi ola bilməz. Ona görə də burada da 18. Deməli, bura bizə verir nə? 18, 18, 12. Verir 48 metr. Deməli, cisim ümumilikdə 48 metr yol gedib. Zamanı da 8 verir. Bölünsün 8. Eləyir 6 metr bölünsün saniyə. A variantı. 4-də bizə nə deyir? Deyir, naqildən şəkil müstəvisindən bizə doğru yönəlmiş il cəryanı keçir. Naqilin yaxınlığındakı A nöqtəsinə yerləşdirilmiş kompasın əqrəbinin istiqaməti necə olacaq? İndi fikir verin, burada biz A nöqtəsində maqnit induksiya vektorunun birinci istiqamətini müəyyənləşdirməliyik. Bunun üçün mən nə edirəm?
Bunun üçün bu nöqtədən bir dənə çevrə keçirdirəm. Baxın, bu şəkildə çevrəmi keçirdim. Daha sonra mən nə bilirəm? Bilirəm ki, maqnit sahəsinin induksiya vektoru verilmiş bu çevrədə toxunan olmalıdır. Bunu da müəyyənləşdirmək üçün sağ əl qaydasından və yaxud da sağ qibli burğu qaydasından istifadə edirik. Sağ əl qaydası bizə nə deyir? Sağ əl qaydası deyir ki, bizim sağ əlimizin baş barmağı il cəryan istiqamətini göstərir. 4 barmağın qatlanma istiqaməti isə induksiya vektorunun istiqamətini göstərəcək. Onda biz sağ əlimizin baş barmağını elə tutmalıyıq ki, nöqtədir də, düzdür, i nöqtədir. Onda sağ əlimiz şəkil müstəvisindən bizə doğru yönəlməlidir. Nəticədə 4 barmağımın hərəkət istiqaməti də bu şəkildə çevrəyə bir toxunan verəcəkdir. Baxın belə. Qatlanma istiqaməti bu şəkildə olur və bu da çevrənin toxunanı. Bax, bu olur bizim B vektorunun istiqaməti. İndi mənə deyir ki, maqnit əqrəbi necə yönəlməlidir? Biz bilirik ki, normal maqnitdə, sabit maqnitlərdə maqnitin N qütbündən çıxır maqnit induksiya vektorları, S qütbünə isə daxil olur. Bu maqnitin xaricindədir təbii ki, daxilində isə S-dən N-ə doğrudur. Maqnit əqrəbində də maqnit induksiya vektorları S-dən N-ə doğru yönəlir. Yəni S qütbündən N qütbünə doğru yönəlir. Ona görə də mən bu maqniti gətirib qoysam həmin sahədə, maqnit induksiya vektorları bax C variantında olduğu şəkildə bir istiqamət alacaq bu şəkildə. Və bura olacaq maqnitin N qütbü, bura olacaq S qütbü və maqnit induksiya vektoru S-dən N-ə doğru yönəlmiş olacaq. Eyni bu şəkildə çəkdiyimiz kimi. Ona görə düzgün cavab olur C variantı. 5-də nə deyir? Deyir, temperaturu 10 dərəcə olan 500 qram suya temperaturu 70 dərəcə olan nə qədər su əlavə etmək lazımdır ki, qərarlaşmış temperatur 40 dərəcə olsun. Qərarlaşmış temperatur, bu hər ikisi sudur. Su. Deməli, S-lər bərabərdir. S1, S2-yə, o da S-yə bərabərdir. Belə qəbul edək. Qərarlaşmış temperatur teta bərabərdir. S1, M1, T1, üstə gəlinsin S2, M2, T2, bölünsün S1, M1, üstə gəlinsin S2, M2 şəklindədir. S1, S2-yə bərabərdir, o da S-dirsə, deməli, bu S-lərin hamısı gedir. Yerdə düsturum olur, deməli, M1, T1, üstə gəlinsin M2, T2, bölünsün M1, üstə gəl M2 şəklində. Qərarlaşmış temperaturu 40 verib. 40 bərabərdir. M1-imiz 500, yəni 0,5 kiloqram vurulsun dərəcə 10. Üstə gəlinsin M2-miz axtarılır. Temperatur da 70-dir. Bölünsün M1, yəni 0,5. Üstə gəlinsin M2. Deməli, nəticədə məlum oldu ki, M2 də 0,5 kiloqram, yəni 500 qramdır. Olur D variantı. 6-da deyir, metal naqili müqaməti 0 dərəcə temperaturda 4 ohm, 80 dərəcə temperaturda isə 4,4 ohm olarsa, metalın müqamətinin temperatur əmsalını tapın. Metalların müqamətinin temperaturdan asılılığı R bərabərdir, R0, 1 üstə gəlinsin, alfa, delta T şəklindədir. Deyir ki, temperatur 0 dərəcədən 80 dərəcəyə yüksəlir. Onda delta T'miz, bizim delta T olur 80. 0 dərəcədə temperaturda müqamət 4'dür. Yəni, bu bizə verdiyi R 0'dır. 80 dərəcədəki isə R'dir. Gətirəm yerinə qoyuram. 4,4 bərabərdir. Deməli, 4 vurulsun, 1 üstə gəlinsin, alfanı axtarıram, vurulsun 80. Birinci buranı tapırıq. 1 üstə gəlinsin, 80 alfa bərabərdir 1,1. 80 alfa bərabərdir 0,1. Alfa bərabər 0,1 bölünsün 80. 10'a bölünsə 0,1 böl 8. Alfa bərabər olur 1,25. 10 üzəri mənfi 3 olur C variantı. Daha sonra davam edirik 7 ilə. 7-də bizə nə deyir? Deyir ki, yer səthindən şaquli istiqamətdə yuxarıya atılmış 10 metr hündürlükdəki cismin kinetik enerjisi onun yerə nəzərən potensial enerjisindən 2 dəfə böyükdür. Maksimal qalxma hündürlüyünü tapın. Baxın, potensial enerjisindən kinetik enerji 2 dəfə böyükdür. Yazıram, Y kinetik bərabərdir 2Y potensial. Digər tərəfdən tam mexaniki enerjinin saxlanma qanununa görə potensial və kinetik enerjilərin cəmi tam enerjiyə bərabərdir. Y tam burada bərabər olur 3Y potensialı. Y tam mgh maksimaldır. Bərabərdir 3 mgh-dan.
MC'lər gedir. H maksimal bərabər olur 3H-a. H-ımız var 10 metrdir. 3 vur 10 eləyir. H max bərabərdir 30 metr. D variantı. 8-də deyir ki, elektron X, Z müstəvisində şəkildə oxla göstərilmiş istiqamətdə bir cins maqnit sahəsində dairəvi orbit üzrə hərəkət edir. Maqnit sahəsinin induksiya vektoru hansı istiqamətdədir? Fikir verin, burada elektronun hərəkət istiqamətini özü bizə verib. Saat əqrəbinin əks istiqamətidir. Sürəti tapsam, bax, sürət bu istiqamətdə verilir. Yəni, bu hərəkət istiqamətinə uyğun olaraq toxunan çəkirəm də sürəti. Digər tərəfdən elektron əgər maqnit sahəsində hərəkət edirsə, o çevrə cızırsa, onda ona təsir göstərən Lorentz bilirik ki, çevrənin mərkəzinə doğrudur. Bu da olur F Lorentz. İndi mən sol əl qaydasını tətbiq etsəm, onda 4 barmağımı sürət, baş barmağımı Lorentz qüvvəsinin istiqamətinə tutmalıyam. Lakin biz bilirik ki, elektronda əks istiqamət qəbul olunur. Yəni, tapdığımızın əksi olur. Əgər dediyimiz qaydanı etsək, bu zaman bizim belə deyək ki, B induksiya vektorları Y oxunun əksinə olmalıydı. Lakin elektronda tapdığımızın əksini götürdüyümüz üçün, çünki proton müsbətdir, elektron isə işarəcə mənfidir. Ona görə də biz elektronda bildiyimizi, qəbul etdiyimizin əksini götürəcəyik. Əksi olduğu üçün, deməli, bizə tapdığımız oldu Y oxunun əksinə, lakin bunun əksi, yəni Y oxu istiqamətini biz B-nin istiqaməti olaraq götürəcəyik. Ona görə də cavab müsbət Y oxu istiqamətində olacaqdır. 9-da deyir ki, kütləsi M, tərəflərin uzunluğu A və B olan paralelipiped formalı bir cins cismə üfüqi istiqamətdə hansı minimal F qüvvəsi təsir etməlidir ki, cisim o nöqtəsi ətrafında aşsın. O nöqtəsi ətrafında aşsın deyirsə, onda demək ki, bu O nöqtəsinin dayaq nöqtəsi qəbul edir. Bax, bura dayaqdır. Və biz digər tərəfdən bilirik ki, bu paralelpipedə aşağıya doğru, mərkəzdən aşağıya doğru MC qüvvəsi təsir göstərir. F qüvvəsi bunun saat əqrəbinin istiqamətində, MC isə saat əqrəbinin əksinə fırlatmağa çalışır. Burada momentlər qaydasını tətbiq edə bilərik. Moment M bərabərdir, F vurulsun L-dir. Biz həmçinin burada qüvvələrin qolunu da bilməliyik. Qüvvə qolu bəs nədir? Qüvvə qolu dayaqdan qüvvənin özünə və yaxud da uzantısına çəkilmiş perpendikulardır. Dayaq bura deyil. Gəlin birinci F-in qüvvə qolunu tapaq. Dayaqdan F-ə qədər ki, bax bu məsafə, yəni paralelipipedin B tərəfi. MC-nin qüvvə qolu isə dayaqdan MC-yə qədər məsafə, bax bu məsafədir. Bu da bu tərəfimiz A-dırsa, onda A-nın yarısı, yəni A böl 2 olur. Ona momentlər qaydasını yazıram. Yazıram ki, MC vurulsun A bölünmüş 2 bərabərdir, F vurulsun B-yə. Məndən nəyi soruşur? F-i. F də bərabər olur, MC A bölünsün 2 B şəklində. MCA bölünsün 2B cavab olur D. 10-da deyir ki, motorlu qayıqla çayın axınına qarşı hərəkət edərkən T1, geri qayıdarkən T2 qədər zaman sərf etmişdir. Durğun suda eyni uzaqlıqdakı məntəqəyə gedib gəlmək üçün nə qədər zaman sərf olunar? Deməli, bu məsələnin birinci hissəsinə baxıram. Bax, bura qədər olan hissəyə baxıram. Deyir ki, çayın axınına qarşı hərəkət edərkən T1. Eyni bir məsafə deyir. Məsələn, L ilə işarə etsək məsafəni, L bərabərdir. T1 vurulsun, qarşı deyir deyə V qayıq çıxılsın V çay. Daha sonra eyni məsafə deyir deyə L bərabərdir. T2 vurulsun, bu dəfə çayla eyni istiqamətdə V qayıq plus V çay. Bu iki ifadəni bərabərləşdirək. Çünki ifadələrin sol tərəfi bərabərdirsə, deməli sağ tərəfləri də bərabər ola bilər. Onda T1 V qayıq çıxılsın V çay bərabərdir T2 V qayıq üstə gəlinsin V çay. Bax, bu şəkildə yazdıq. Daha sonra keçirəm məsələnin ikinci hissəsinə. Məsələnin ikinci hissəsi bizə nə deyir? Deyir ki, durğun suda eyni uzaqlıqdakı məntəqəyə gedib gəlmək üçün. Bax, durğun su nədir? Durğun su odur ki, V çay 0 olsun. Yəni, çayın sürəti olmasın. Gedib gəlmək deyir. Deməli, bu ümumi məsafəmiz olmalıdır 2L qədər. 2L bölünsün V qayıq. Bax, bu şəkildə. Gəlin belə eləyək. Bax, bu yazdığımızı yadımızda saxlayaq. Bax, bunu. Bunu yadımızda saxlayaq. Bunu silək. Bu yazdığımızı mötərizəni vurub açaq. T1 V qayıq çıx. T2 V çay bərabərdir. Daha doğrusu T1 V çay bərabərdir. T2 V qayıq üstə gəlinsin T2 V çay. Qayıqları bir tərəfə, çayları bir tərəfə yığaq.
Bunu keçirdik bu tərəfə, bunu keçirdik bu tərəfə. Bunda T1 V qayıq çıx T2 V qayıq bərabərdir. T2 V çay üstə gəlinsin T1 V çay şəklində. Ortaqları çıxardaq mötərizə xərcinə. V qayıq T1 çıxılsın T2 bərabərdir. V çay T1 üstə gəlinsin T2. Bax belə. Bunu aldıq. Sonra nə edək? Bayaq yazdığımız ifadə T bərabərdir 2L bölünsün V qayığı idi, düzdürmü? Gətirək, belə eləyək. 2L deyir, düzdür. L'in ifadəsinin yerinə istədiyimizi yaza bilərik. İstəyirik bunu yazaq, istəyirsiniz bunu yazaq, fərqi yoxdur. Mən birincini yazıram. Yazıram 2 T1 V qayıq minus V çay bölünsün V qayıq. Bu ifadəni vurub açıram. 2 T1 V qayıq çıxılsın 2 T1 V çay. Hər tərəfi bölürəm V qayığa. Ayırıram da elə bil ki. Bundan bu ixtisar gedər. Qalar 2 T1 çıx 2 T1 V çay bölünsün V qayıq. Bax, buradan V qayığı tapıram. V qayığı tapanda 2 T1 çıx. Bax, buradan V qayığı tapsam, V çay T1, T2, T1 üstə gəlsin T2, bölünsün T1 çıxılsın T2 olur da, düzdür. Gətirib qoyuram onu yerinə. 2 T1 V çay bölünsün. Deməli, V çay T1, T2, daha doğrusu T1 üstə gəl T2 bölünsün T1 çıxılsın T2. V çay T1 üstə gəl T2 bölünsün T1 çıx T2. Bax, bu V çay ilə V çay da gedir. 2 T1 çıx 2 T1. Bu altdakı qalxır sürətə. T1 çıx T2 böl T1 üstə gəl T2. Davam edirik. Bərabərdir. Ortaq məxrəc T1 plus T2. 2 T1 vur T1 plus T2 çıx 2 T1 vur T1 çıxılsın T2. Vurub açaq. 2 T1 kvadrat. T1'i T1'ə vurdum da. T1 kvadrat. Üstə gəl 2 T1 T2 çıx 2 T1 kvadrat. Üstə gəl 2 T1 T2 bölünsün T1 üstə gəl T2. Oyunlar ixtisar gedəcək kilisi. Qalacaq 4 T1 T2 böl T1 üstə gəl T2. Bax, bu şəkildə. Deyir, açar açıq olduqdan perimetrin göstərişi, qapalı olduqda isə göstərişi budur. Bunların nisbətini təyin edin. Gəlin birinci açarın açıq olduğu hala baxaq. Açar açıqdır. Gələn cərəyan gələcək, buradan bölünəcək. Bu istiqamətdə gedəcək və burada yenidən birləşib mənbənin digər qütbünə gələcək. Onda fikir verin, bunda 2 R ilə R burada ardıcıl olur. Burada da R ilə 2 R yenə ardıcıl olur. Onda ardıcıldırsa, baxın, burada ümumi 3 R olacaq. Burada da ümumi 3 R olacaq. Deməli, R ümumi bərabər olacaq nə qədər? 1,5 R. Digər tərəfdən İA bərabərdir. U bölünsün R'dir. U bölünsün 1,5 R. Yəni, bu U böl R'ə də bir I desəm, I bölünsün 1,5 R olacaq. Birincini tapdıq. İndi açarın qapalı olan halına baxıram. Bax, açarı buradan elə bir qapamışam. Bax, belə. Açar qapananda nə baş verəcək? Açar qapanırsa, onda sanki bizdə dövrə bu şəkildə olur. Baxın. 2R, R. Burada da yenə R, 2R. Bax, belə. Belə bir dövrəmiz olur. Onda bu 2R ilə R burada paraleldir. Burada da 2R ilə R paraleldir. Onda R bərabərdir. Yəni, birincidən söhbət gedir. Birini tapsam, digəri də onun kimi olacaq onsuz da. 2R vur R böl 2R üstə gəlir, yəni 3R. Bura verir 2R bölünsün 3. Bax, burada 2R bölünsün 3'dür. Burada 2R bölünsün 3'dür. Onda R ümumi sanki 2 dənə 2R bölü 3
ardıcılda da. Onda necə olur? 2 vurulsun 2R bölünsün 3. Yəni 4R bölünsün 3 olur. Bu şəkildə. Onda i2 bərabərdir. U böl R'dən U bölünsün 4R, burada 3. Yəni 3U bölünsün, daha doğrusu 3i. U bölünsün R'ə bir i demişəm axı burada i. 3i bölünsün 4 olacaq. Məndən də i-a bölünsün i2-nü soruşur. i-a böl i2 bərabərdir. i-a'mız i bölünsün 1/5 vur, tərsinə çeviririk də elə bil ki. 3i bölünsün 4 idi. Bu dəfə olacaq 4 bölünsün 3i. i'lər ixtisar gedir. 4 bölünsün 4/5. 4 bölünsün 45'də 10 2 9 olur. 8 böl 9 B variantı. 12 deyir, şəkildə M1 və M2 kütləli cisimlər sürtünməsi blokda uzanmayan çəksiz sapdan asılmış və bu formada göstərilmişdir. M2 1 kg, M1 4 kg olarsa sürtünmə misalını tapın. Baxın, burada aşağıya doğru bunun bir M2J'si var. Digər tərəfdən bu ipdə də bir M2J qədərlik gərilmə yaranır. Eyni ip olduğu üçün, bax bu ipin bütün hissələrindəki qüvvə M2J'yə bərabərdir. Digər tərəfdən mənə deyir ki, M1 ilə səth arasında bir sürtünmə var, F sürtünmə. Onda bu sistemin düz xətli bərabər sürətli, yəni sabit sürətlə hərəkət etməsi üçün bu F sürtünmə ilə M2J bir-birini gərək ki tarazlaşdırsın. F sürtünmə M1 ilə səth arasındadır. Yazıram mü M1J bərabərdir M2J. J'lər gedir, mü bərabər olur. M2 bölünsün M1. M2'miz 1'dir, M1'miz 4'dür. Eləyir 0,25'dir. Minimal iş deyir nə qədər olmalıdır. Baxın, burada aşağıya doğru bunun hündürlüyünü göstəririk. Kütlə mərkəzindən aşağıya doğru. Yəni A bölünsün 2 olacaq bunun hündürlüyü. Eyni şəkildə bunun da hündürlüyü kütlə mərkəzindən yerə qədər A bölünsün 2'dir. Hər ikisinin kütləsi 10'dur. Onda buradakı potensial enerji nə qədər olur? Deməli, MJ H-dır da. 10 vurulsun 10 vurulsun. H-ımız, yəni A-mız 10'dur. 10'un yarısı 5. Bərabər 0,10'da %5 yazırıq daha doğrusu. Çünki 5 santimetrdir. Santimetri metrə çevirməliyik. %5. Bax, bura eləyir 5 col. Bunun biri 5'dir, bu da 5'dir. Onda bura ümumi Y1 olur nə qədər? 10 col. Bax, bunu tapdıq. İndi eyni qayda ilə ikincini həll edirik. İkincidə də bura 10 olur. Yazıram 10 col. İkincidə də bax, bir buradan bura qədər məsafə götürülür. Yəni bura B idisə, onda bura olur B bölü 2. Bir də bunun Y potensialı Y bərabərdir. 10 vurulsun 10 vur. B'miz nə qədərdir? 20. 20'nin yarısı 10. Yəni 0,1. Bura eləyir 10 col. Birinci, yəni altdakı paralelipiped. İkincini də tapanda buradan yerə qədər məsafə. Bax, bura B'dir. Burada A bölü 2'dir. B'miz 20'dir, A bölü 2'də 5'dir. Deməli, bura ümumi olur 25 santimetr. Bunu da tapanda 10 vurulsun 10 vurulsun 0,25. Burada verir 25 col. 10, 25. Bax, bura ümumi olacaq 35 col. Görülən işdə əks şəkildə potensial enerjinin dəyişməzdir. Yəni 35 çıxılsın 10 eləyəcək 25 col. D variantı. Yer oturacağının radiusu 30 hündürlüyü 2 metr olan deməli mərmər sütunun təzyiqini deyir hesablayan. Baxın, belə bir silindr formasında bir sütundur. Fərz eləyin ki, bu radiusu verib, hündürlüyü bizə verib. Təzyiq P bərabərdir F perpendikulyar bölü S-dir. Burada səthə perpendikulyar qüvvə əlbəttə ki, bərk cisim olduğundan MJ-dir. MJ bölü S. Digər tərəfdən silindirdir. Silindr müəyyən bir həcmə malikdir. M-in yerinə yazıram rho V vur J bölü S. Silindrin həcmi S vurulsun H-dır. Yəni oturacağının sahəsi vurulsun hündürlüyü. Rho vur S vur H vur J bölünsün S. S-lər ixtisar gedər, qalar rho J H.
Onda P bərabərdir. R'muz 2500'dür. Vurulsun 10. H-ın da yerinə qoyuram 2. Eləyir 50.000 Pascal. Bu da 50 kilopascal deməkdir. Deyir, cisim radiusu 20 metr olan çevrə üzrə yerləşən A və B nöqtələri arasındakı yolu bərabər sürətlə hərəkət edərək 10 saniyə müddətində qət edir. Cismin mərkəzi qaçma təcilini hesablayın. Fikir verin, burada A-dan B-yə 60 dərəcəli bucaq altında dönüb. Deməli, deyir ki, A-dan B-yə 10 saniyəyə gəlir. Deməli, 60 dərəcəni 10 saniyəyə dönə bilirsə, bütün çevrəni dönsə 360 dərəcə olacaqdı da. Bunda da T zamanında dönür. Yəni, period qədər müddətdə dönür. Onda periodumuz olur 3600 bölünsün 60-dan 60 saniyə. Mənə A-nı soruşur. A bərabərdir. Deməli, nəyi tapa bilərik biz buradan? V-ni tapa bilərəm. V bərabərdir 2 pi r bölünsün T. 2 vur 3 vur 20 bölünsün 60. Bura bizə verir 2. 2 metr bölünsün saniyə. A da V kvadratı bölər deyil. 2'nin yerinə gətirəm, daha doğrusu V-nin yerinə gətirəm 2 qoyuram. 2'nin kvadratı 4 bölünsün 20. Bu da eləyir 5'də 1, yəni 0,2 metr bölünsün saniyənin kvadratı. Y variantı. Temperaturu 40 dərəcə olan 2 kiloqram kütləli suyu qaynama temperaturuna qədər qızdırmaq üçün ona nə qədər minimal istilik miqdarı vermək lazımdır. Bax, qaynama deyir. Qaynama nə qədərdir? Normal atmosfer təzyiqində bilirik ki, 100 dərəcədə su qaynayır. Verilən istilik miqdarı, isitmək üçün verilən istilik miqdarı Cm delta T'dir də, düzdür. C'miz su üçün 4200'dür. M'imiz 2'dir. Delta T'də 40'dan 100'ə, yəni 60. Bura verir bizə 504.000 joule. O da eləyir 504 kilojoule. Düzgün cavab olur B. Deyir, 16-cı məsələdə verilmiş suyu qızdırmaq üçün minimal nə qədər kerasin lazımdır? Kerasin yanacaqdır. Yanacaq yanan zaman Q bərabərdir. Kiçik Q vurulsun M qədərli istilik ayrılır. İndi deyir, nə qədər kerasin? Deməli, M bərabərdir. Q bölünsün Q-dən istifadə edəcəyik. 16-cı məsələdə biz tapdıq ki, 504.000 joule enerji ayrılıb. Onda Q-nün də yerinə 42 megajoule-dur. Yəni 10 üstü 6. Joule bölünsün kiloqramda Q-nün qiyməti olur. Bunları ifadə etsək, deməli, bununla bu ixtisar gedər, 10 üstü 3 qalar. 504-də 42-yə böləndə eləyir 12. 12 vurulsun, 3 də qalxır yuxarı olur, mənfi 3 kiloqram. Bu da bizə verir təbii ki 12 qram. Olur C variantı. Deyir, avtomobil yolun ilk 3/1 hissəsini 40, ikinci 3/1-ni 60 sürətlə gedir. Avtomobil yolun 3-cü 3/1-ni hansı sürətlə getməlidir ki, bütün yolda orta sürəti 30 olsun. Bax, yolun 3 bərabər hissəsi üçün orta sürət düsturu V orta bərabərdir 3 V1 V2 V3 bölünsün V1 V2 üstə gəlsin V2 V3 üstə gəlsin V1 V3 şəklindədir. Orta sürəti 40 verib. 40 bərabərdir 3 vurulsun 40 vurulsun 60 vurulsun V3 bölünsün V1 V2 yəni 40 vur 60 2400 üstə gəlsin V2 V3. V3 axtarıram. V2'miz 60'da. 60 V3. Üstə gəlinsin V1 V3. Yəni 40 vurulsun V3. 40 V3. Bax, bizə bura nə verəcək? Bax, bu 40 ilə bu 40 gedər. Onlar 180 V3 bərabərdir. 100 V3. Üstə gəlinsin 2400. Bura eləyir 80 V3 bərabərdir 2400'ə. Bundan bu gedər. Bu da bundan getsə V3 bərabər olar 30 kilometr bölünsün saat. Olur C. Deyir, yeni səthində sərbəst düşmə təcili J yerdir. Bax, J bərabərdir J M bölünsün R-in kvadratı. Mənə deyir ki, orta sıxlığı yerin orta sıxlığından. Sıxlıq deyirsə, J vurulsun Rho vur V bölünsün R kvadrat. Yer kürə şəklində olduğundan J Rho vurulsun 3'də 4 pi R kubu bölünsün R kvadrat olur. Bu R kvadratla kub gedir, qalır 3'də 4. J vur Rho vur pi vur R. Bax, bu bizə verir J yeri. Yəni, deyir ki, sıxlığı yerin sıxlığından x dəfə, radiusu isə yerin radiusundan y dəfə böyük olsun. Onda J planet bərabərdir 3'də 4 J vurulsun, Rho-su x dəfə böyük olsun. Yəni, Rho vurulsun x, vurulsun pi, R-i də ki, y dəfə böyük olsun, R vurulsun y. Bax, 3'də 4 pi J Rho R. Bu bizə nəyi verirdi? J y verirdi.
vur x vur y. Yəni jy vur x vur y. Mənə də deyirdi ki, bu planetin sərbəst düşmə təcilini jy, x və y-lə ifadə elə. Olur A variantı. 20-də nə deyir? Deyir ki, sapın ucuna 6 Newton qüvvə tətbiq etdikdə 1 kiloqram kütləli cisim hansı təcillə hərəkət eləyər? Baxın, burada F-dir. Bu ip bütövlükdə eyni ip olduğu üçün, bax, buraların hər birində F qədərlik qüvvədir. Onda aşağıdakı M-i 2F saxlayır. Digər tərəfdən bu M-in aşağıya doğru MJ-si var. Bu 2F-dən bizə verəcək 12 Newton. Aşağıya da MJ-miz verəcək 10 Newton. Deməli, 12 yuxarı, 10 aşağı. Bizim əvəzləyici nə qədər olacaq onda? 2 Newton olacaq. Çünki əks istiqamətdədir, çıxırıq. Təcil də A bərabərdir. F əvəzləyici bölünsün M-dir. 2 bölünsün. Kütləmiz də nə qədərdir? 1. 2 böl 1, 2 metr bölünsün saniyənin kvadratı. A variantı. Deyir, müqaməti 36 ohm olan qızdırıcı 120 volt gərginlikli sabit cəryan mənbəyinə bağlanmışdır. Nə qədər müddətdə qızdırıcıdan ayrılan istilik miqdarı 360 kilojoule olar. Deməli, Joule-Lenz qanununa görə ayrılan istilik miqdarı Q bərabərdir. U kvadratı T bölünsün R ifadəsindən təyin olunur. Məndən T-ni soruşur. T bərabərdir. Q vur R bölünsün U-nun kvadratı. Q-nin yerinə yazıram. 360 kilodur deyə 10 üstü 3. Vurulsun R. R-imiz 36. Bölünmüş U da 120. Kvadratı da 120 vur 120 şəklində yazıram. Sıfırlar gedir. 360 vur 36 vur 10. Böl 12 vur 12. Bax, bu 12 ilə bu 36 gedir 3. Bura gedir 30. Eləyir 900 saniyə. Bunu da dəqiqəyə çevirəndə bölürəm 60-a. Eləyir 15 dəqiqə. Deməli, deyir ki, voltu beynəlxalq vahidlər sisteminin əsas vahidlərindən aç. Voltu U bərabərdir. Belə yaza bilərik də. A bölünmüş Q şəklində. A-da Joule-dur. Joule bölünsün kulon. Joule-un açılışı Newton vur metr. Kulon da yazıram amper vur saniyə. Newton özünü yazıram kilogram vurulsun metr. Burada da bir dənə metr var. Metrin kvadratı. Bölünsün amper vurulsun saniyə. Vurulsun saniyənin kvadratı. Burada bizə verir kilogram vur metrin kvadratı. Böl amper vurulsun saniyənin kubu. Kilogram vur metr kvadrat. Amper böl saniyə kubu. A variantı. Bax, deyir ki, 2 Q-yə təsir göstərən əvəzləyici qüvvəni tapın. Bax, burada Q, bir də mənfi Q. Bunlar ikisi də 2 Q-yə təsir göstərir. 2 Q ilə Q. Hər ikisinin işarəsi müsbətdir deyə Q 2 Q-nü itələyəcək. Bax, bu istiqamətdə buna bir qüvvə ilə təsir göstərəcək. Digər tərəfdən bu mənfi Q müsbət 2 Q-nü özünə tərəf cəzb eləyəcək. Onda, bax, bu nədir? Burada mənə deyir ki, tərəflərin uzunluğu D-dir. Deməli, burada D-dir, onda burada D-dir. Bu o deməkdir ki, burada bir bərabər tərəfli üç bucaq var. Bərabər tərəfli üç bucaqda da bilirik ki, bütün bucaqlar 60 dərəcəyə bərabərdir. Bax, burada 60-dır, burada 60-dır. Onda, bax, bütöv bu bucağın 180 dərəcə açıq bucaq olduğu məlumdursa, onda bura qalır nə qədər? 120. Deməli, bax, bu F1 ilə F2-nin arasında qalan bucaq 120-dir. Mən F1-i, F2-ni tapacağım. Ondan sonra da aradakı bucağa əsasən, yəni kosinuslar teoreminə əsasən təyin eləyəcəm. Birinci F1-i tapaq. F1 bərabərdir. Klon qanununa görə K modul Q1, Q2 bölünsün R-in kvadratı. Bax, Q1 Q-dür, Q2 2 Q-dür. Yazıram K vurulsun, 2 Q vur Q. Aralardakı məsafə D, D-nin kvadratı. 2K Q kvadratı bölünsün D kvadratı. Digərini yazıram F2 bərabərdir. Deməli, K vurulsun modul 2Q, vur modul mənfi Q, bölünsün yenə aradakı məsafə D-dir, D-nin kvadratı. Olur 2K Q kvadrat böl D kvadrat. İndi F əvəzləyici bərabərdir. Kökün altında F1-in kvadratı plus F2-nin kvadratı plus 2F1 F2 kosinus 120. Bax, buna bir F desəm, olur bura 2F. Buna da bir F desəm, bu da olur 2F. Sadəlik naminə. Yazıram 4F-in kvadratı, üstə gəlsin 4F-in kvadratı, üstə gəlsin 2 vurulsun 2F vur 2F. Kosinus 120-də bilirəm ki, mənfi 2-də 1 alır. Vurulsun mənfi 2-də 1. Bax, bununla bu ixtisar gedər. Yerdə nə qalar? 4F kvadrat plus 4F kvadrat minus 4F kvadrat. Bax, bunlar da gedər. Yerdə qalar 2F. F-ə də nə demişdim?
F-ə də k bölünsün, k2 kvadrat bölünsün d kvadratı. Yəni 2k2 kvadrat böl d kvadrat bizim olacaq əvəzləyici qüvvəmiz. Bax belə olur B variantı. Deyir 20 kiloqramdır bu tirin uzunluğu, daha doğrusu kütləsi. Uzunluğu da 1 metrdir. Buradan da 30 kiloqram yük asılmışdır. Tirin üfüqi vəziyyətdə tarazlıqda qalması üçün dayaq tirdən sol ucunda hansı x məsafədə yerləşməlidir? Deməli, bax, bunun aşağıya doğru bir 300 newtonluq ağırlığı var. Digər tərəfdən 20 kiloqramda tirin ağırlığıdır. Onda bu tir bir cins olduğundan düz tən ortadan bunun 200 newton ağırlığı var. Digər tərəfdən, bax, tən ortadırsa, ümumi uzunluq da 1 metrdirsə, deməli 0,5 metr buradır. Burada 0,5 metrdir. Buranı x veribsə, onda bura yerə nə qalır? Deməli 0,5 çıxılsın x qalır. Daha sonra baxın, burada ayaq ətrafında 300 newton bunu sadə əqrəbinin əksinə, 200 newton isə sadə əqrəbi istiqamətdə fırladır. Onda 300 newtonun qüvvə qolu x-dir, yazıram 300 vur x. 200 newtonun qüvvə qolu 0,5 çıx x-dir. 200 vurulsun 0,5 çıxılsın x. Bundan bu gedər 3x bərabərdir 1 çıxılsın 2x. 5x bərabər 1-ə, x bərabərdir 0,2-yə. Deməli 0,2 metrdir. 0,2 metrdə bilirəm ki 20 santimetrdir. Deməli dayaqdan 20 santimetr məsafədə olmalıdır. Elə məndən də soruşduğu x idi. Sonuncu sualda nə deyir? Deyir ki, şəkildə göstərilən elektrik dəvrəsində yalnız K çarının yanması. Bax, yalnız K yanmalıdır. Ne fikir verin? Mən burada 1-i də bağlayıram, 2-ni də bağlayıram, 3-ü də bağlayıram. Gəlin görək nə baş verəcək. Gələn cəryan, bax, gələcək. Buradan bölünəcək. Bir hissəsi buradan keçəcək, gələcək, yuxarıdan keçəcək. Bütün 3 dənəsini də yandıracaq. Ona görə bu hal düzgün hal deyil. A-nı atıram. Deyir, yalnız 1-i qapayırsan. Bax, bunları açıram. Yalnız 1-i qapayıram. Yalnız 1 qapananda nə olur? Bax, gələn cəryan buradan gəlib eldən keçə bilməz. Çünki 3 buradan açıqdır, yanmayacaq. Ona görə gələn cəryan qalxacaq yuxarı, 1-dən keçəcək. Gələcək, bax, buradan keçə bilməz. Çünki burada 2 açıqdır. Gəlib aşağıdan da keçə bilmir. Çünki buradan da 3 açıqdır. Deməli, bu o deməkdir ki, yalnız 1-i qapayanda heç biri yanmır. Bizə isə lazımdır K-nın yanması. Sonra 1 ilə 3-ü bağlayıram. Bax, 1 ilə 3-ü bağladım. Gələn cəryan gələcək, buradan keçə bilməyəcək. Daha doğrusu, buradan keçə bilər, gələcək. Bax, bax, buradan eli yandıra bilər. Digər tərəfdən qalxar yuxarı, gələr bu şəkildə buradan M-i yandırar, həm də eli yandırar. Yəni, M-lə el yanacaq burada. K yanmayacaq. Bizə isə K-nın yanmağı lazımdır. Ona görə 1-3-də olmaz. Sonra deyir, yalnız 2-ni. Gəl görək, yalnız 2 yansa nə olar? Daha doğrusu, bağlansa nə olar? Bax, buradan 2-ni bağladım. Gələn cəryan qalxır. Bax, buradan keçənməz, çünki 3 açıqdır. Gələn cəryan qalxacaq, buradan keçəcək. Bu şəkildə olmayacaq. Niyə görə? Çünki 1 burada açıqdır. Keçə bilməz. Bax, gələn cəryan gələcək eldən, yuxarı qalxacaq. Belə. Belə keçib gedəcək. Burada el də yanacaq, K da yanacaq. Amma bizə deyir, təkcə K yansın. Ona görə bu da olmaz. Yerdə bir dənə qalır, demək, 1 ilə 2-nin eyni anda bağlandığı hal. 1 ilə 2 bağlandı. Bax, buradan qalxdı. Buradan keçənməz, çünki 3 burada açıqdır. Qalxacaq yuxarı, bax, belə buradan, beləcə keçib gedəcək. K-nı yandıracaq, gələcək mənfi qütbə. Yalnız K yanacaq. El burada yanmır, M də yana bilməz. Çünki burada 3 açıqdır. Ona görə düzgün cavab olur 1 ilə 2, Y variantı.